Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumda qadın və kişi evlilik, sevgili münasibətlərində qadının münasibətlərdə pauza götürməsini dərindən analiz edəcəm. Yəni o pauzanın altında nələr yatır. Ümumiyyətlə bir daha onu vurğulayım ki, yəni psixologiyada %100 məsələ yoxdur. Elm statistika üzrə irəliləyir. Statistikada ən azından 2 milyard insanların təcrübələrinin ümumiləşdirilmiş halıdır. Ona görə hər bir fərddə bu şeylər ola bilməz. Amma əsasən belədir. Deməli, qadın deyir ki, mən pauza götürmək istəyirəm. İstəyirəm biraz bəzi məsələləri düşünüm və yaxud da özümə böyük bir məkan açmaq istəyirəm. Biraz rahatlamaq istəyirəm. Yəni kişi də ilk öncə çaşbaş qalır ki, bu nəyə görə belə elədi? Məsələ burasındadır ki, belə şeylər çox vaxt qadının hissləri artıq soyuyanda olur, hissləri öləndə olur. Çox nadir hallarda kişinin davranışları belə qəbul edilməz, abuziv, istismarçı davranışların nəticəsində belə şeylər olur. Əsasən qadının hissləri soyuyur və uzaqlaşmaq istəyir. Bəs nəyə görə pauza məhz? Bəs nəyə görə bir dəfəlik deməkdən ki, yəni biz münasibəti bitirməliyik, yəni bitirmək məcburiyyətindəyik. Çünki qadın üçün ən önəmli məsələlərdən biri güvənlikdir. Yəni o bir budağı tutmadan, tam tutmadan, tutduğuna tam əmin olmadan o biri budağı heç bir zaman buraxmır. Qadın pauza götürəndə burada bir neçə şey baş verir. Ayrılığın yüngülvari anesteziyasını yaşayır. Yəni elə bir ki, anesteziya altında müvəqqəti ayrılıq. Lakin bu ona nədə kömək eləyir? Onunla olan keçmiş xoş xəyallarını bir balaca təxirə salır. Yəni yaddan çıxardır, nostalgiya olmur. Biraz komfort vəziyyətinə çəkilir. Özünü rahat hiss eləyir. Nəyə görə komfort olur? Ona görə ki, onun yanında axı ona aşıq deyil axı, özünü çox pis eləyir. Axı qadınların belə bir xüsusiyyəti var ki, fiziki təmas və yaxud da çox yaxın bir distansa, əgər onlar aşıq deyillərsə, onlar üçün çox ağır gəlir. Həm ondan uzaqlaşmağın komfortunu yaşayır, həm də münasibətin artıq ipi onun əlindədir. Yəni, o birisi gözləmə, necə deyirlər, zalındadır, yəni. Hələ də gözləyir. Başa düşürsünüzmü? Komfortu da elə bu situasiya verir ki, o gözləyir bir mənalı olaraq. Məsələ burasındadır ki, o gözlərkən burada başqa bir şey də baş verir. Eyni zamanda qadın ətrafa baxır. Əgər xoşuna gəldiyi biri varsa, onunla tanış olmağa çalışır, daha yaxın olmağa çalışır və yaxud da yoxdursa, axtarmağa çalışır. Əgər yox, əvvəlcədən köynə sevgilisidirsə, münasibətləri qaydasına qoymağa çalışır və yaxud da ümumiyyətlə artıq çoxdandan münasibəti başlayıbsa ondan gizlincə artıq dəqiqləşdirməyə çalışır. Ki, orada hər şey qaydasında olanda bir müddətdən sonra 2 həftə, 3 həftə zamandan sonra qayıdıb deyəcək ki, bəs artıq bizdə alınmadı da mən düşündüm ki, bizim ayrılmağımız lazımdır. Yox, əgər orada heç nə alınmasa, deyəcək ki, çox düşündüm, daşındım və münasibətimizin davamına neynədim? Qərar verdim. Yəni, həm ayrılığın tam getməməyin orada komfortunu yaşayır, elə olanda avtomatik olaraq günahkarlıq hissi də keçirmir. Həm də orada güvəndə olur, çünki münasibəti də tam bitirməyibdir. Bir də başqa bir rahatlıq odur ki, axı münasibət çərçivəsində artıq özünə icazə verə bilmədiyi şeyləri də eləməyə başlayır. Deyək ki, padruqaları ilə, rəfqələri ilə gəzməyə çıxır, istədiyi şeyi geyinir, istədiyi şeyi alır. Yəni, bu oğlanın əhatə dairəsindən nədir? Kənardadır. Lakin oğlanda, daha doğrusu bu bəydə də belə bir yanlış bir inanc yaranır, yanlış bir ümid yaranır ki, bugün sabah artıq darıxar mənim üçün, yazar mənə. Bu siz nəyə bənzəyir? Bir insan ağır cinayət işləyir və bilir ki, ona ömürlük cəza verəcəklər. Son gündə bir balaca rahatlanır. O xüsusi bir rahatlıq gəlir. O vaxta kimi ümid edir ki, yəni hakim bir şəkildə, bir formada nəyisə nəzərə alaraq
onu əfv eləyəcək və yaxud da cəzasını yüngülləşdirəcək. Bu bir nəyə bənzəyir? Biz bəzən deyək ki, bir internet provayderinə və yaxud da kompaniyaya zəng edirik, bizi xəttə gözlədirlər. Gözlədə bizə deyirlər ki, sizin zənginiz bizim üçün çox önəmlidir. Bu söz deyilir, amma o müddət gəlib çıxmır. 15-ci sıra, 20-ci sıra və birdən-birə bir də görsən, rabitə kəsilir. Bəs necə ola bilər? Yəni, bu faktiki olaraq biz sizin üçün çox vacib idik. Nəyə görə siz telefonu götürmədiniz? Bu da həmin bir şeyə bənzəyir. Qadın sanki ona yanlış bir ümid verir ki, sən mənim üçün vacibsən, amma bilinmir ki, nə vaxt qayıdacaq. O da onu gözləməyə başlayır. Təbii ki, belə olanda kişi daha çox bağlanır, daha çox əziyyət çəkir, o birisi isə orada keyf eləyir. Yəni, bütün məsələ budur. Və bu durumda təbii ki, qadını hər şey narahat eləyir. Dostlarından olan məsələlər, ailəsi ilə olan məsələlər, əgər boşanıbsa, övladları varsa, övladları ilə olan məsələlər və yaxud da yeni bir şey aldım, almadım, onunla bağlı məsələlər. Bir dənə münasibətlər ümumiyyətlə qəti onu maraqlandırmır. Kişinin elədiyi səhv nədir? Yəni, onu geri qayıtmağa həmin dövrdə, bu pauza dönəmində məcbur eləmək və yaxud da yalvarmaq və yaxud da ona özünü günahkar hiss elətdirmək və yaxud da özünü yazıq kimi göstərmək. Yəni, bunların heç bir işə yaramayacaq. Yazıq kimi göstərəndə qadın bir balaca acıyacaq ona, bu real hisslərin qayıtması deyil. Tənqid, təhqir eləyəndə qadın nifrət eləyəcək. Və yaxud da fiziki şiddət göstərsə, qadın daha da uzaqlaşacaq. Yəni, yaxşı oldu, mən ondan aralaşmışam. Və yaxud da gedib birbaşa digər qızlarla görüşsə, hansısa münasibət yaşasa, bunu sosial şəbəkələrdə paylaşsa, deyəcək, elə bu elə belə adamıymış, yaxşı oldu, elə mən bundan aralaşdım. Bu da işə yaranmır, başa düşürsünüzmü? Və yaxud da öz dəyərini sübut eləmək ki, bəs mən beləyəm, eləyəm, sənə filan şeyi verə bilərəm, mən əslində sənə heç vaxt pislik eləməmişəm, niyyətim sənin üçün yaxşıdır, mən sübut eləyəcəm ki, əslində mən həmin o kişiyəm ki, sənin həyatında varam. Mən sübut eləyəcəm ki, sənə, yəni mən layiqli bir kişiyəm. Yəni, bir sözdən hər tərəfli olaraq öz dəyərini sübut eləməyə çalışır ki, nəyə görə mən, deyək ki, o xanımın həyatında qalmalıyam deyə. Lakin təəssüflər olsun ki, bu da bir işə yaramır. Çünki dəyərinizi heç kimə izah eləyə bilmərsiniz. Dəyərinizi sadəcə davranışlarınızla göstərə bilərsiniz. O da qaranti eləmir hətta. Qarşı tərəf isə dəyər verər və yaxud da verməz. O da artıq onun inanclarından, qabiliyyətlərindən, bacarıqlarından, yəni vicdanına qalmış məsələlərdən biridir. Adətən bu şeyləri eləyəndə, kişi ona öz dəyərini izah eləməyə çalışanda, pauza dönəmində, qadın belə bir sözlər işlədir. Bu sanki nəyə bənzəyir? Özünü elə göstərir ki, güya onun özünə də çox ağırdır da, yəni bu vəziyyət. Özü də istəməzdi belə bir şeyin olması. Deyir ki, mənim özümə də asan deyil. Elə bir ki, valla bilirsən, içimdə nəsə bir şey qırılıbdır və yaxud da deyir ki, hələ ki sənə qarşı belə bir xüsusi bir hiss eləmirəm, elə bir hisslərim ölüb, elə bir kütləşib, belə baxanda, nəsə elə bir ki, nəsə hiss eləyirəm ki, nəsə o deyil və yaxud da deyir ki, heç özüm də bilmirəm mən nə istəyirəm, amma indi yox da bu dəqiqə, hal-hazırda yox, inan ki, indi yox. Yəni, bu tipdən xanımdan söz eşitmək olur. Yəni, nəticə etibarilə pauza əslində nədir? Çox hallarda bir xanım üçün nədir? Xüsusi bir qaçışdır. Tam aralaşa da bilmir, çünki alternativ yoxdur. Yanında da ola bilmir, çünki onun yanında narahatdır. O elə bir ortaya qaçışdır ki, yeni həyatını qurmağı planlaşdırdığı yeni həyatı neynəsin? Dəyərləndirsin. Kiminlə qalacaq, kiminlə gedəcək, nə quracaq, hara gedəcək, bütün bunların hamısı. Əgər orada hər şey alınsa, axırda qayıdıb kişiyə deyəcək ki, artıq mən qərar verdim ki, biz ayrılaq. Yox, alınmasa təzədən qayıdacaq. Ona görə bəylər, öz seçiminizi eləyin. Pauzanı heç bir zaman qəbul eləməyin. Xanım ki, sizədir ki, gəl pauza edək münasibətlərdə, ona qayıdın deyin ki, ayrılmaq istəyirsən, ayrıl. Mən heç bir pauzaya razı deyiləm. Diqqətinizə görə minnətdarım. Sağ olun.